Ay hanım, ses yazısı var burada. Elime olsaydınız. Yalan Allah belanızı versin. Siz danışmayın, bilmirsizsə. Son zəng üçün 150 manat pul yığıldığı iddia edilən 207 nömrəli məktəbdə araşdırmalar davam edir. Məktəbin 11-ci sinif şagirdlərindən bəziləri iddia edirlər ki, son zəng üçün 150 manat pulu onlardan direktor məcburi şəkildə istəyir. Hətta mən bildirmişəm ki, orada bizim valideynlərin də imkanı aşağıdır. Bəlkə aşağı məbləğlə razılaşaq. Mənə deyib ki, mən burada bazar komam, burada bazar açmışam ki, gəlib mənə endirim eləyəsiz. Amma ödənişi eləməyəcək. Yo, eləməyəcəm. Bəli, direktor özü valideynləri yox, bizi şəxsən kabinetinə çağırdı. Dedi ki, mənim qoyduğum məbləğ budur, 150 AZN-dir. Neçə nəfərdir 150 manat ödəmək istəmir? Bizim sinifdən 26 nəfər uşağıq. Bizim sinifdən hardasa 6-7 nəfərdən başqa qalan uşaqların heç biri ödəmək istəmir. Atası olmayan uşaqlar da var bizim sinifdə. Mən tək böyüdürəm övladımı, 3 uşağı mən tək böyüdürəm. Mənlə heç bir söhbət aparılmayıb bu haqda, heç bir söz mənə deyilməyib və gəlib deyilib ki, bu məbləğ verilməlidir. Biz də buna etiraz edirik. Orada da etiraz edib sözümüzü deyəndə 11 Ç sinifinin sinif rəhbəri Samirə müəllimə mənə dedi ki, verə bilməyənlər üçün qapının ağzında yer qoymuşuq, gedib orada oynayacaqlar. Bir valideyn kimi bu da mənə pis təsir elədi. Daha əvvəl burada pul yığılır. Mənim uşağım 11 ildir burada oxuyub. Mən burada pul yığımı görməmişəm. Ona görə də bu 150 manat bizə çox belə bizi şoka saldı. Mənim şəxsən 150 manat pulum yoxdur verməyə. Çünki tək anayam, uşaqlarıma özüm tək baxıram və mənə 150 manatım yoxdur. Nə üçün mənim uşağım, mənim pulum yoxdur deyə gəlib kənardan baxmalıdır. Məsələ ilə bağlı Bakı şəhər üzrə təhsil idarəsindən bildirildi ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə son zəng tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılır.